Və sonra hədisin davamında buyurur: "Ələ və innə fil cəsədi mudğatan izə salahət salahəl cəsədu kullu və izə fəsədət fəsədəl cəsədu kullu ələ və hiyəl qalb." Və sonra buyurur ki, cəsəddə, bədəndə bir ət parçası var ki, əgər o islah olarsa, bütün bədən islah olar və əgər o fəsada uğrayarsa, körlanarsa, bütün bədən fəsada uğrayar, körlanar. Ələ və hiyəl qalb. O buyurur ki, və bu da bil nagah olun ki, qəlbdir. Mudğa qit'atun minəl ləhəm, ət parçasıdır. Yəni çeynənən bir xırda şeyə mudğa deyirlər. Tudmağı fil fəm sığarıxa. Yəni balaca bir şey hansı ki, insanın ağzında çeynəyir, oradan götürülür mudğa. Və qəlb də bildiyiniz kimi inqilab, qələbə, yanqaləbə çevrilmək sözündəndir. Qəlb çevrilir, fırlanan şeydir. Ona görə qəlb də elə qəlb adlandır. Burada nəyə işarə var? Həmən bu şübhəli məsələlər qəlbi korlayır. Hədisin davamında Peyğəmbər nə deyir? Qəlbdən danışır. Yəni işarədir ki, hədisindən öncəsində gəlib harama düşmək, şübhətlərə düşmək. Axırında qeyd edir ki, qəlbdən danışmağı bunu alimlər işarə edirlər ki, bu işarədir ki, şübhəyə düşmək qəlbi korlayır. Və ona görə də insan bu şübhələrdən çəkinməlidir. Necə ki, Allah biz bilirik ki, "Lə yənfə indəllah illə qalbun səlim." Allah yanında səlim, doğru düzgün qəlbdən başqa heç bir şey fayda verməyəcək. Ayə məlumdur. "Yevmə lə yənfə məlun və lə bənun." O gün nə mal, nə də övlad kömək etməyəcək. "İllə mən ətəllaha bi qalbin səlim." Yalnız Allahın yanına, Allahın görüşünə səlim, salamat, düzgün qəlblə gələnlərdən başqa. Və buradan yenə işarə var ki, əlbəttə qul daim qeyd etdiyimiz kimi öz qəlbinin salamat olmaqla məşğul olmalıdır. Zahir əməllərdən öncə, namazını gözəlləşdirmək öncə qəlbinlə məşğul olmalıdır. Çünki qəlb məsələsi mühümdür. Və bu da əlbəttə tövhid də bunun ən birinci babıdır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm daim dua edərdi: "Allahumma inna səlik qəlbən səlimən və lisanan sadiqa." Ey Rəbbim, səndən səlim, salamat qəlb istəyirəm və həmçinin düzgün dil, düzgün, doğru söz yəni. İbn Rəcəb buyurur ki, burada işarə var ki, insanın öz ərkanları ilə, yəni xarici orqanları ilə etdiyi hərəkətlər, haramlardan çəkinmək, halalları etmək və şübhələrdən çəkinmək qəlbindəki hərəkətlərin dərəcəsi ilə qədərdir. Yəni qəlbindəki imanın, qəlbinin vəziyyətinin dərəcəsi qədərdir. Əgər qəlb səlim olarsa, düzgün olarsa, Allah Taala'nın və peyğəmbərinin məhəbbəti, Allah Taala'nın əmrinin məhəbbəti olarsa, o həmən şübhələrdən də çəkinəcək və onun bu qəlbindəki o sağlamlıq onun haralarına, xarici orqanlarında öz təzahürünü bulacaq və insan yəni o qəlbin salamatı ilə bu işlərdən çəkinir, salamatçılığı ilə. Və həmçinin haramlardan çəkinmək, onun kimi halallar etmək də onun kimi, şübhələrdən çəkinmək də onun kimi. Amma əgər qəlb fasid olarsa, havalara, həvəslərə uymaq qəlbdə üstünlük təşkil edərsə və Allah Taala'nın sevmədiyi, nəfsin sevdiyi şeylərə üstünlük verərsə, bunun da qəlbin vəziyyətinə uyğun olaraq xarici orqanlarda onu nə edəcək? Bu əməlləri göstərəcək. Və buna görə deyirlər ki, qəlb nədir? Qəlb padşahdır və orqanlar da ona tabedir. Əgər o padşah düzələrsə, o tabeçilər də düzələr. Və buradan da nə gəlir? Bizim məşhur hamımızın yəni eşitmişsiniz, kiməsə deyəndə ibadət elə, Allahdan qorx, haramlardan çəkin. Nə deyir? Deyir, əsas qəlbin düz olsun, qəlbim Allahın təmiz olsun. Yəni əsas qəlbdir. Yaxşı, qəlbin təmizliyini hardan bildirik? Hədis deyir ki, qəlbin təmizliyini onun göstərdiyi əməllərdən bilirik. Sənin qəlbin açsaq içinə baxsaq, qandır, damardır, ətdir. Bunun təmizliyini tər biləcək. Heç kim demir ki, mənim qəlbim pis, hamı deyir qəlbim təmizdir. Qəlbin təmizliyi, yəni zahiri hiss olunmur. Qəlbin təmizliyi ilə göstərilir? Əməllə göstərilir. Və bilin ki, mən bunu qeyd etmişəm yoxsa yox, indi murciə deyirik biz, bu bab, imam bab murciələr rəddiyədir. Bu dəqiqə cəmaatın çoxu murciədir. Müsəlmanların çoxu murciədir. Nəyə görə? Deyəndə deyir, əsas qəlbin təmiz olsun. Yəni sənin qəlbin təmizdirsə, imanın varsa, sənin əməllərin problem yoxdur. İstəyirsən haram ye, istəyirsən riba ye, istəyirsən zinə ilə, oğruq elə, problem yoxdur, ziyan verməz. Bu da əsl murciə əqidəsinin nə idi? Türklər demiş, ta kəndisidir.